Hamiyə salam. Deyə bilərsiniz ki, hal-hazırda hardayıq? İnanın heç mən də bilmirəm. Backrooms oxşayır sizə də. Dəqiq. Deyə bilərsiniz ki, bu nə videosudur? Hələ oyun yüklənir. Bu nə videosudur? Deyim də. Hipnoz effekti verən oyun. Hipnoz effekti verəcək, amma hipnoz olmayacaq. Gələn bölümdə doğrudan da bizi hipnoz eləmək istəyən oyunlar oynayacağıq. Yox, girməyək. Lazım deyil. İlk öncə ətrafı araşdıraq. Bax. Məşaləyə toxunacağım, yəqin ki, gizli bir yerin adı açılacaq. Məşalə yox, məşələ. Bismillah, Allah ağlı versin. Cici şeyler koydular divarlara. Bunların içine girmək olur, Brookhaven'daki kimi. Bəzən gizli yerlər edirlər. Bir dakika. Rüyanıza hoş geldiniz. Bu bizim yuxumuzdur. İndi anladım. Oyun hipnoz effekti verən deyə oynayıram. Gələn bölümdə hipnoz eləyən oyunları və hipnoz eləmək istəyən oyunları yəni. Doğrudan da oyunlar hipnoz eləmək istəyirdi. Əgər təbii kanalıma like atıb abunə olun. Çünki mən bunu sizin üçün eləyəcəm. Hal-hazırda bütün olayı anladıq. Çox şey. Pısım olur. Mən də fənəri yandıracağım. Mən yuxarı çıxım, mən yaxşı. Pısım olur. Sən keç xala. Bunlar da deyəsən hipnoz effekti verən oyunlar olur. Buradaki, bura haradır? Spadır bura. Yazık ki. Ben nedir? Hala çıxır. Hazır gəlmişəm. Oynayayım, gələyim. Çok qəribə səslər gəlir. Ne? Oha. Günlük oda. Biz harda... Bir dakika. Neyse girelim. Çıkış yok. Bəli. Hava... Demeye basanda ne olur? Orada nasıl yer var diyelim. Ben de... Yukarıda güneş var. Bir dakika. Sular buz olmuş olmaz. Yukarıda güneş var. Geçen yağmadı. Ama bizim ev... Ben indi pəncərə... Nə? Mən də pəncərəni görəm. Hava heç də elə deyil Bakıda. Oy, pisim ola. Nasıl da gələ bilərik? Bunlar da gələ bilərmiş, amma gəlməmiş. Yüzü görün, harada çıxır? Dostlar, deyirsən, mən Backrooms'un olayını anlamışam. Bu oyun sayəsində. Backrooms'a düşən adamlar əslində hipnoz olmaq istəyirmiş. Bunlar da elə adamlarıymış ki, lakin İlçə detalları belə fikir verirlərmiş, hipnoz ola bilmirlərmiş. Onlar da belə yer düzəldiblər ki, hipnoz olsun, Backrooms. O məqsədlə düzəldiblər məncə, belə bir teori. Su qayda etsin. Düşünün işlədik.
Am. Gel. Bağlamaq olmuşsu var. Tekrar. Burada bir mesaj var idi. İnşallah mənə elə gəlmişdir. Bir dakika. Aa. Yok. Bu çok pis oldu. Çünkü hal-hazırda qara bir suda üzürəm. Olduqca qaranlıqdadır. Birdən jumpscare gələcək deyə çox qorxuram dostlar. Mən jumpscare çox görmüşəm. Bu oyunda hipnoz efekti veren değil. İnce o nedir? O nedir? Yəqin ki burası ora çıxır. Bu da buradaki kapı. Ben hiç buna fikir vermemiştim. Ben burada çıxır. Burada görün. Işıqları neçə mat verirlər görəsən. Buradaki bütün ışıqları. Bax olar ha. Hipnoz efekti diye oyuna girdiğim oyun. Hipnoz efekti diye girdiğim oyuna bak. Bir daha buraya gidelim. Öyle ki birinci buraya gidelim. Burada niye sarı ışıklar var? Biz aslında suda değiliz, suyun üstünde. Gəzirik. Bitkəsi qoyublar. Baxın, əsas su buradadır. Həm dərində, həm şeydir. Həm mənim boyum Roblox karakterimin boyu uzundur. Hal-hazırda buraya götüreyim. Artık görün başımıza ne geldi. Test izlenir yağdı. Işıqlı mı karanlık mı? Işıqlı mı karanlık? Işıqlını seçirim. Ama yine de elimde ışıq tuturum. Ne olur ne olmaz. Burada ışıq çoxdur. Ben kaçırım. Dostlar bu oyun mənə hipnoz efekti vermədi. Ama istəyirsinizsə siz də yoxlaya bilərsiniz. Liminal spaces. Alışqımız birdən bizə jumpscare atar. Kölgələrimizi bağlamaq olur. Işığı yandırıp söndüre getireyim. Yani yandırak. Hazırda burada güneş var. Zaten güneş doldu canım nur ile. Tekip. Ben en yere gelmişim de. Yo biraz ay. Bir gedəydi ora göre ne var orada. Bax burada böyle bir şey yok idi. Bütün zaman gedəndən sonra qara olur. Aha, problemi anladım. Problem böyle.
var qara. Anladım. Hem ışığı. Dostlar, bu oyun beni hipnoz efekti vermedi. Adi sadə bir oyunda sadəcə Backrooms oxşayır. Belki sərfi oyuna girmişəm. Çünki Liminal Spaces bir iki tane oyun daha var idi. Neyse, gedək göstəreyim bir dəqiqə. Çıxaq, onları da incələyək. Liminal alanları olmalıdır. It's runaway. Whatever, not it's skip runaway yet it's İndi 10 dəqiqə bunu daha incələyərik. 10 dəqiqə də bunu incələyərik. Yaxdan onu incələyik. Ay. Hadi dəqiqə. Anladım, problem böyüdü. Anladım, bu doğrudan da hipnoz efekti. Verir. Anladım, problem böyüdü. Şelale. Victoria şelale. Şaka yaptım. Bismillah. Bismillah. Korktum. Kim? Bu niye kim mesajını yazsın ki? Çok böyle jumpscare gelecek. Olabilsin ki. Bu normal mesaj değildi ki. Özde oyunun sahibinden geldi. Kil özde öldür deməkdir. Yəqin ki, yalnız bilirsiniz. Bilməyənləriniz də var. Hayda, buraya çıkmak olmuş. Problem böyle. Kırıntılarım var. Geliştirici. Bir dakika. Yok, ne yazıyor burada? Sonraki bir güncelleme oyun. Reservasyonu bir dakika. Gelecekteki aydınlatma daha iyi doklar bu. Nedenle daha iyi görseller. Muhtemelen aynı temaları koruyacağız. Örneğin kim odaları, rüya, garip çekirdek odaları ve başkaları. Geliştirici. Abi ben anlamadım, burada her defa kız paltalar var. Yani diğer sırf oyuna gelmişiz. İki kız paltalar var. Anladım. Problem böyle. Buradaki güneş olmalı ona göre. Anime karakteriydi bu. Ben böyle bilirdim. İnşallah. İnşallah saldırmazlar. Bizden kokular dirilip bizi tumarlar. Bu da bize lazımdı. Hayır. Oyunun altında da bitirdim be. Liminal Spaces.
Oyun mənə heç qorxulu gəlmir. Qızlara qorxulu gələ bilər. Gördünüz də ilk başda qız paltarları zad var idi. Yəqin ki o qoydular ki qızlar oynasın. Anlamıram. Yox. Qızlar oynasınlar. O nədir? Qızlar oynasınlar, qorxsunlar amma bilirlər ki pəmbə zaddır, oğlanlar girməyəcək. Mən də ki sadəcə incələmək üçün görmüşəm. Exit. Exit. Stop. Buradaki gerçek kapı değil. Hiçbir gerçek kapı değil. Burada yəqin ki başınıza daşlar düşəcək, öləcək də. Gerçək hayatta yox ha. Məndən uzaq. Hə, karakterimizin nə yəni onu demək istəyirəm. Mənim niyə karakterimin özü belədir? Anlamıram. Stul. Bu stul neyse gizlədik. Çimen odası. Buraydı. Çimenli oda. Ben burada. Işıklı görünürdü ama hiç de ışıklı değilmiş. Arkadaki kırmızı ışık çok şeyler. Nerede diyebiliriz? Birdən-birə gələn mesajlar məni çox qorxudur. Belə özü də dırıt səsləri gəlir. Adam qorxurdu ki birdən çox jumpscare zad gəlir. Özü ki adam ondan qorxmaz doğrudan. Jumpscare'lər də birdən gəlir. Adam qorxur. Gözlüyüm dəqiqə. Heç beğenmədim bu oyunda. Bir şey yoktu. Ben çok incelemek istemedim ona göre de. Liminal alanları gelen bölümde doğrudan da bizi hipnoz eləmək isteyen oyunları oynayacağız. Rüya bölgesi. Kayıp anılar. Bir dakika. Aperovia. Özellikle dostlar jumpscare el olmaz bak Paperface da oynamışım. Oy daha ne kadar oyun oynamışım ben. Ama videolarda paylaşmadım. Video çekmemişim yedi. Jumpscare özde el olmaz ya. Jumpscare bilirsiniz necə olar. Bakın. Gözlüğümü de girsin, bir daha girsin. Bir dakika. Gözlüğümü de girsin bırak ya bana. Göstereceğim jumpscare'de de gelmeli. Bana jumpscare he. Koydukları en çok qorxulu olan bu olar. Hamıda həbibi, hamıda. Ya da ki bakın burada. Kötü görün. Həbibi horror olar ya da ki. Bakın bir tane de bu olar. Hamıda həbibi, hamıda həbibi. Gözü istərsiniz burada baxın. Hamıda həbibi, hamıda həbibi. Hamıda həbibi. Hamıda həbibi. Hamıda həbibi, gözüm dəqiqə. Hamıda həbibi, hamıda həbibi. Hamıda həbibi, hamıda həbibi. Neyse boş ver. Nedir? Bismillah. Sanki osturmağımız gelmiş de tutulmuşuq kimi. Hamıda həbibi, hamıda həbibi. Neyse boş verin de indi siz.
Gözleyeyim bir dakika. Bir dakika. Ama bir de avatarımız olsa. Bir taraftaki oğlanlardı, bir taraftaki kızlar. Evet, anladım. Buradakinin adı niye kullandı? Neyse, salam melek. Neyse, bu gelen bölümde Paskalya gelecek. Paskalya bayramları gelecek. Happy Easter. Bu ev gelecek. Neyse, boş. Ne? Katil. Katıl. Olmalıydı. Katil ol. Murder. Neyse, bu videomuzdan bu kadar olsun. İnşallah videomuzu beğenmişsiniz. Like atmayı, kanalıma abone olmayı ve bildirimleri açmayı unutmayın. Sonraki bölümlerde görüşürüz. Sağ olun. Like atın yani. Size demiştim. Gelen bölümde hipnoz edici oyunlar gelecek. Ama o bölüm hiç gelmeyecek. Çünkü oyunların çoxusunda oyun məni atır. Ve oyunların əksəriyyəti silinmişdi. Məsələn, bunun kimi qorxulu oyunlar var idi. Hem Roblox mənə girməyə icazə vermirdi. Çünkü 18 yaşdan aşağıdır. Aşağıyam mən. Ama bu oyunlar 18 yaşdan, hatta 23 yaşdan yukarı oyunlardı. Roblox 23 yaş üstüne koyuyor. Ona göre de ben bu oyunlara girə bilmirəm. Hatta Roblox mənə bildiriş belə göndərmişdi. Xəbərdarlıq. Bu oyunların heç birinə hal-hazırda girə bilmərəm. Yoxsa hesabım banlanacaq. Ona görə də məndən hipnoz edici bölümü gözləməyin.